Təzə söz tapıblar. Bu boruların içərisində, şlankların içərisində oksigen olur, alışma verər, yanmanı sürətləndirər və s. Və yox, bu nə məntiqsiz yanaşmadır, bu nə danışıqdır? Yox, mənzildə bəyəm təkcə oksigen ilə bu şlankların içərisində olur. Güya ki, mənzildə heç yerdə oksigen yoxdur, hər yer havasızlıq, vakuumdur. Bir dənə tək bu boruların içərisində oksigen olur. Bunun üçün deyənlər var, bəzi ustalar var ki, bu işin biraz əziyyətli qismi var. Bundan boyun qaçırtmaq üçün belə şeylər uydururlar, belə məntiqsiz fikirlər səsləndirirlər, bunu təbliğ edirlər. Elektrik naqillərinin, kabelləşmənin montajında, elektrik təchizatda, istər mənzil elektrikasında, istər digər müəssisə tipli, fasad tipli və çöl tipli elektrikada, landşaft elektrikasında, işıqlanmada və hovuzların kabellərinin xətlərini borularla çəkməyin önəmli olmasına diqqət çəkmək istədim. Tətbiq sahəsi və təyinatı haqqında danışmaq istəyirəm. İstifadə olunan bu qırmızı sərt yanmaz borular əsasən beton daxili istifadə edilir. Yəni qəlib qurulanda beton tökülməzdən öncə qəlib daxilində müəyyən sxemlə, sertiyojla yerləşdirilir. Beton quruyandan, qəliblər söküləndən sonra elektrik naqillərini bu boruların içərisindən ötürmək mümkün olur. Bu qırmızı sərt boruların digər üstün özəllikləri isə çöl tipli elektrik kabelləşmədə əsasən divarlarda, beton daxilində, landşaftda kabelləri həm nəmişlikdən qoruyur, çünki yüksək səviyyədə izolyasiyası var, həm möhkəmliyi ilə texniki zədələrdən, dinamiki zərbələrdən qoruyur. Eyni zamanda bu boruların önəmi fasad tipli, landşaft tipli elektrikada kabellərin deformasiyaya uğramasının, artı qüvvəsinə məruz qalaraq qırılmasının qarşısını alır. Çünki boruların içərisində kabellər sərbəst qalır. Çöl tipli tikililərdə müəyyən oturuşmalar, çökmələr olur. Bu zaman həmən dartı qüvvələri, qırma qüvvələri kabellərin üzərinə düşə bilər, amma borular bunun qarşısını alır. Bu qırmızı sərt boru üçün keçərli olan bütün üstün özəlliklər daxili elektrik montajı üçün istifadə olunan spiralvari borular üçün də keçərlidir. Amma burada incə bir fərq var. Mənzil daxili elektrikada istifadə olunan spiralvari boruların üst səthində yivlər, girintili, çıxıntılı hissələr var. Bu göstərici isə spiralvari boruların suvaq daxilində montaj olunmasını bildirir. Yəni həm ağ suvaqla, həm qara suvaqla divarın daxilində, suvaq daxilində yerləşdirmək üçün suvaq məhlulları həmin o girintili, çıxıntılı hissələrə, borunun səthinə dolur, divarın partlamasının qarşısını alır. Eyni zamanda mənzil daxilində də təmir müddətində müəyyən texniki zədələr, dinamiki zərbələr ola bilər. Borular naqilləri həmin təhlükələrdən qoruyur, kabellərin dartılmasının, qırılmasının qarşısını alır, divarda çürüməsinin qarşısını alır. Hər hansı bir kiçicik izolyasiya problemi olarsa, divara cəryan axıntısının qarşısını alır və s. Mütləq boruya salın.